Herkese yeni bir vlogdan salam qızlar. Necəsiz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Kanalıma abunə olub mənə dəstək olmağı unutmayın. Bugün artıq Ramazanın 4-cü günüdür. Mən isə bundan öncəki 2 günündə vloglarını çəkmişəm. Gündəlik az hissələrdə olsa, indi isə onları da bu vloqa əlavə edirəm. Və keçirsiniz 2 gün öncəyə, sonra isə 1 gün öncəyə, sonra isə bu gün öncəyə gəlirik və başlayıram iftar hazırlığına. Bu günləri isə birinci hazırlayıram nahar üçün. Yəni imsak vaxtı üçün. Gəldik, çıxdıq. Mən bura xəstəxana demirəm, dəlixana deyirəm. İçəridə dəhşət adam olur da, həqiqətən hədsiz çox adam olur. Heç də sevmirəm də bura gəlməyi. Deməli, gəlmişəm yenə çölə paltarları sərməyə. Dünənki burada çərkə var idi bir dənə. Onun aqibətini soruşanlar üçün. Yəni çərkə artıq sizlərə ömür. Yəni aramızda deyil təəssüf ki. Belə edilməsinə ondan həll olacaq. Çünki bizdə uşaqlar elə bir şey axtarırlar ki, böcək olsun, nə bilim elə çərkə olsun, yəni məhv eləyirlər. İmkan vermirlər ki, bir yaşasın. Hər nəysə qızlar, gəldim indi bura paltarları sərməyə. Bir iki qızlar, baxın, bunu Temudan almışdım, amma indi aha 7 faxı qalıb, belə dəmirləri falan çıxıb, çox ucuz almışdım əslində. Bundan yenə sifariş etməliyəm. Belə yaxşıdır, yəni yığılır deyə o ləyənlər kimi yer tutmur da, ona görə bu yaxşıdır. Nəysə, paltarları da sərəm, indi birazdan da başlayıram artıq iftar hazırlığına. Onu da çarşıdan vlogluyum. Bir də ki, bugün axşam bağlama açırıq. Temudan gələn bağlamanı. Onu da elə bu vlogda açıb sizə göstərəcəm. İnşallah ki, yoldaşımın yadından çıxmasa təbii ki. Çünki mən ona dəfə deyirəm ki, bağlama, yadından çıxır, evə gəlir. Qızlar, bu ətərdən istifadə edənlər olubmu aranızda bilmirəm, amma mənim xoşum gəlir. Bir dəfə almışdım yox, daha doğrusu hədiyyə olunmuşdu mənə. O vaxtdan bəri xoşum gəlmişdi bu ətərdən. Dedim, yenə də alım, endirmə düşmüşdü hətta 35 manata. Bunun qızıl qapaqlısı da var, onu da çox istəyirəm alım sınayım, amma o hələ ki çox qiyməti düşmür. Dünənki gündən bağlamanı götürüb aça bilmədim qızlar, çünki elə həmin paltar sərdiyim vaxt bir prastina vardı. Dedim onu sərim balkona, aşağı həyətdəki balkona da qurusun. Nəsə qapını elə açdım, çıxdım çölə. Balaca oğlumla ən böyük oğlum həyətdə oynayırdılar. Balaca oğlum məni görəndə ayağa durdu, pilləkəndə idilər də. Ayağını atdı arxaya yıxıldı. Getdim, gördüm ki, sənəsinin altı belə partlamışdı, amma qanamırdı da. Yəni hər nəsə yoldaşıma zəng gəldim, o gəldi, apardı həkimə. Həkim baxdı. Mən nə bildim tikiş atılmalıdır, amma həkim baxıb demişdi ki, tikiş atmaq da olar, atmamaq da olar. Yəni bintlə falan belə yapışdırdı. Dedi ki, yəni narahat olası bir şey yoxdur. Rentgen falan da elədilər. Sınığı falan heç nə yoxdur, çox şükür. Dedi ki, narahat olası bir şey yoxdur. Amma belə demişdi, tikiş atılsa, əməliyyat olunsa, yəni əməliyyat deyəndə ciddi bir şey deyildi. Sadəcə olaraq tikiş atılmağı üçün 700 manat pul istəmişdi. Yəni balaca 3-4 ədəd tikiş atacaqdı, atmayacaqdı, indi bilmirəm. İndi hal-hazırda çənəsini sarğı yapışdırıb, bint yapışdırıb, onu isə birinci gün açıb yenə də özü dəyişəcək. Çünki demişdi ki, özünüz evdə eləməyin, gətirərsiniz, yenə mən özüm edərəm də. Hər nəsə qızlar, bundan da belə şükür ki, sağ-salamalıqdan qurtardım. Belə yuxarılarda şimdi görmüşəm. Burada da artıq güzgümüz yoxdur. Yəni bura görsünüzə boşluq görsənir. Burada da belə paltarlarım var, qatlanmalı. Bir də sizə göstərəcəm. Qızlar, deməli burada təzə qonşularımız gəlir. Ev tikirlər. İnşallah sağlıqlarına qismət sağ-salamat götürsünlər. Mən də orada ustalar falan işləyir deyə ona görə yəni buranı çıxıb silə bilmirəm. Nəysə, onların evlərdə belə inşallah sağlıqla otursunlar. Yəni ev tikmək mənə görə asandır. Əsas onu təmir etməkdir. Ən çox pul aparan təmiridir. Yəni bunlar da gördüyüm qədərilə daha möhkəm ev tikirlər. Üstü, altı, hər tərəfi monolit betondan eləyirlər. Bizdə də ikinci mərtəbənin yer hissəsi monolit betondur. Nəysə qızlar, bizdə ev tikəndə o qədər işlər gəlir ki, başımıza həqiqətən. Hətta yarıya qədər birinci mərtəbəni tikmişdik, istəyirik ki, çökək. Onu da danışarım sizə, niyə görə. Belə, məncə bu ev görünüşündən ona oxşuyur ki, üstü ağlaylı falan bir
bir ev olacaq. Ev oxşadıram. Görək indi yekun təmir vaxtı necə olacaq. Qızlar, deməli keçən dəfə bu yapışqanları çox təriflədim deyəsən. Baxın, indi tutmur bunlar. Bilmirəm niyə. Yapışdırıram, qopur. İstəyirəm ki, indi bu qopan hissələri skoçla belə buralara falan belə yapışdırım, qalsın. Bunları da belə çox təriflədim, özümün gözü dəyişdiysən. Deməli qızlar, evin birinci mərtəbəsini niyə görə sökmək istədik? Evin fundamentinin betonu falan hər şey tökülmüşdü qaydasında, amma birinci mərtəbədə kərpiclə eləmişdik ki, evin istiliyinə görə. Sonra da ustalar bizə dedilər ki, bəs ikinci mərtəbənin pol hissəsi beton olmalıdır mütləq ki, yoxsa laxlama falan verəcək. Ona görə yoldaşım çox narahat oldu. Hətta bir-iki daşını da söktü ki, yox da yəni mən sökəcəm. Amma ki, birinci mərtəbəni qaldırmışdıq demək olar ki, axıra qədər. Videonun vaxtı burada bitdi. Yenə danışacağam sizə. Burada da ütülənməli paltarlarım var. Dedim nə qədər ki, yuxarıdayım, bunları da ütüləyim, asım. Yoxsa aşağı düşdümsə, bunlar artıq qalır burada. Ondan sonra isə ərinirəm artıq ütüləməyə. Çalışıram ki, qızlar ilə belə azad çıxdıqca ütülüyüm. Çünki qalır, yığılır, sonra isə ütüləyə bilmirəm. Həm də belə daha az görünür gözümə. Ona görə elə bir dənə şalvar, bir dənə köynək oldusa elə tez ütüləyirəm. Burada jülyen hazırlayıram. Keçən dəfə hazırlama prosesini çəkməmişdim deyə dedim göstərim. Burada soğan, toyuq əti və burada göbələyimiz var. İndi bunları doğrayıb qatırıq içinə. Bu tam bişəndən sonra isə belə məndə var yumru saxsı qablar. Onların içinə yığırıq, üstünü Holland pendiri ilə örtürük. Hə, bu arada buna qaymaq da tökmək lazımdır. O prosesi göstərərəm sizə. Həmin o saxsı qabları töküb üstünü Holland pendiri ilə pendirləyirsiniz, sonra isə sobaya qoyursunuz, bişir. Bu qədər. Yəni çox asan yeməkdir, həm də çox dadlı yeməkdir. Yəni qızlar, bunun qaymağında qatdım, duz üstü yox da qatdım. Qaymaqda İran qaymaqları olur, çəhrayı rəngli. Bax, ondan qatmışım. Belə. Baxın hələ, krantın indi batıq olan halını göstərirəm sizə. Yəni bizdə maksimum bu qədər batıq olur. Sizəndə də yəni heç nə yox, adi bundan. Belə silirəm, vəsə. Quruyanda olur tərtəmiz. Nə sülə kesi qalır, nə də heç nə qalmır. Çünki çox soruşursunuz yorumlarda, ona görə dedim ki, bəs qara krantı necə təmiz saxlayırsınız. Yəni heç nə qədər. Sadəcə olaraq ya hər gün, ya da ki bir gündən bir ən azı, yəni ən gecə belə silirəm. Vəsə. Olur belə tərtəmiz. Dolar quruyandan sonra onun izi qalmır artıq. Qızlar dedim, biraz yatım, ayda ildə bir dəfə. Balaca oğlum da mənim yan yatmışdı. Bir də ayıldım ki, uşaq məni çağırır ki, amma Yunus stəkanı qırıb gəl. Mesela düşdüm aşağı, gördüm stəkanı qırıb burada. Bursa oğlunda çalışıb onu yığmağa. Məni də durğuzmurlar ki, mama dur da, yəni stəkanı qırıb, dur onları götürək. Bunlar öyle öz başlarına qəşək yığışdırılmışlar, əllərini kəsiblər. Boşun buraları da bütün batırıblar, hər tərəf, oralar bütün hər tərəf batmışdı. Buraları hamısını təzədən sildim yenə də. Yəni buraları da sildim. Əslində fikrim var ki, yatım durum. Pəncərəni silim də, axı bura qalıb da heç yeri silməmişəm. Bu bankanı götürəcəm oradan. Yəni dünənki o hadisə, bugünkü bu başı bəlalı video oldu da indi. Nəysə, bugün də yoldaşım axşam evə gec gələcəyi üçün mən də o qədər də belə iftar hazırlığı eləməyəcəm. Yəni yüngülvar eləyəcəm. Bilmirəm qızlar, niyəsə elə yoldaşım evə gəlməyəndə mən var ki, o qədər də yemək hazırlamıram. Yəni hazırlayıram, yüngülvari yeməklər hazırlayıram da, yəni o qədər də belə məsələn normalda 2 cürə yemək bişirəmsə elə bişirmirəm. İndi də keçirəm bu pəncərəni silim. Burada neçə vaxtı qalıb, elə ertələyirəm, qalır. Buraları da belə yığışdırım. Buna dünənlərə həkimlə veriblər oğluma. İndi də uşaqlar hamısı aşağıdadılar, oyun otağında televizora baxırlar. Özlərinin televizorları falan var. İnşallah qızlar, orayla bağlı ağlımda fikirləri var. Ona görə oranı tam göstərmirəm sizə. İstəyirəm ki, oranı biraz bəzliyim. Aşağı düşən hissəsini, piləkən hissəsini biraz meşəyə oxşatmaq istəyirəm. Otlar falan alıb yapışdırmaq istəyirəm Temudan. İstəyirəm onları tam hazırlayım ya da onların hazırlıq mərhələsində isə oranı göstərərəm sizə. Bunu da götürdüm. İndi isə bunu burada yuyum. Keçim oranı da silim. Sonra isə keçim artıq şam yeməyini hazırlamağa. Arada bir dənə elə bir şey gəlib. Ət tökmüşdüm orada dənələri. Yəqin ona gəlib yeyir.
Başlayaq indi söhbətimizin bayaqki qalan hissəsindən. Deməli qızlar, sonradan bizə ustalar məsləhət gördü ki, bəs yox da, yəni sökməyin. Hayıfdır, yəni bu qədər pul xərc tökübsüz. Gəlin elə divarları sökək, həm evin quruqoy hissəsindən, həm də otaqların bölünmə hissəsindən. Yəni kərpici kəsək, ora betonlar əlavə eləyək, beton tumbal. O isə evi daha möhkəm eləyəcək. Nəsə ustaların dedikləri kimi elədik, həqiqətən daha yaxşı oldu. Demək olar ki, bina tikilişi kimi oldu. Yəni binalarda necə olur? Qıraqlar beton, ortalar kərpicdən hörülür. Bax, bizim evdə elə bir möhkəmliyə sahib oldu. Əkəli halına baxın indi. Bu isə təmiz halı qızlar. İndi artıq necə təmizləndi, necə təmizlənməlisə sabah gün işığında hamısını biləcəm. Nəysə, burada belə tamam. Baxdım ki, yemək var axşam üçün. Dünəndən qalan kartofla toyuq eləmişdim sobada, onlar qalır. Dedim belə şalavarını buranı da silim. Düzü çox qədər də batıq deyil, sadəcə olaraq indi buraları sildim deyə. Su töküldü, biraz ayağın izi qaldı, görürsünüz. Bir də ayaqqabıları ora yığmalıyam, o hissiyə. Əslində orada artıq ayaqqabılar var, onları da yumalıyam. Sadəcə olaraq hələ ki onlara vaxt eləyə bilmirəm. Buraları da sildim, oldu tərtəmiz. Qonşumuzun qazı da desəm vloqa düşmək istəyir. Ramazan ayının 3-cü günüdür. Ayımız artıq biraz da böyüyüb. Amma yenə də qəşəng göstərir. Bu qədər hadisələrdən sonra artıq zamanı gəlmişdi. Həqiqətən həm də evi təmizləyəndən sonra xoşlayıram belə özəllik yandırmağı. Nəysə qızlar, zarafat bir yana, amma bunun qoxusunu həqiqətən çox sevirəm. Əsas da evi təmizləyəndən sonra bunu yandırıram, bütün evi gəzirəm. Sonrası onun qoxusuna otururam. O qədər rahatladır ki insanı. Eləm tərəmfiş, tem gözlərə şiş. Laf bu, saat eləyənlərə oxşadır, neysə. Uşaq vaxtı bir kinoda görmüşdüm, qızlar. Ona görə demək istədim, biraz zarafat eləyim dedim. Balkonumuzun da işığı yanır. Havanın da buradan mənzərəsinə baxın hələ. Çox gözəldir axı. İndi yarından buludlara baxın qızlar. İndi bütün evi üzərliyin qoxusu götürdü. Həqiqətən yaxşıdır. Qızlar nəhayət kimi bağlamını götürdük. Görək elə bunun içində nələr var. Əslində bu da elə Ramazan dekorlarına aid bir-iki şey var. Bir-iki deyək də daha doğrusu elə Ramazan ayına aid. Şimdi başlayaq. Bundan bu salfetkadır. Bəlkə işığı yandırım yoxsa belə qalsın görürsən. Qoy yandırım daha dəqiq görə spirtli. Belə salfetkalardır. Örtüyü də var. Yəni bunu çox adam bilir artıq. Belə. Oy, fikirləymiş içində. Belə bu rəngdə. O salfetka cüklərini gətirin bir dəqiqə. Belə bir şey. Sonra bu nədir? Hə, bu əl üçündür. Burada bir dənə yastıq özüdür. Bu şəkiliymiş. Amma elə biləm bu sapının toxunma deyil. Bunu demişdim mətbəxə qoyacağım. Və bağlamadakı son məhsul. Bu da belə. Bunu da yəqin ki görürsünüz. Xurma falan qoymaq olar, şirniyyat qoymaq olar. Bir belə aydın. Bir dənə də bunun belə ulduzu. Bu da ki o tərəfə geçsəydim mən bu videonu rahat çəkərdim. Bu da ki belə ələ keçirtmək üçün bir dəqiqə göstərim. Belə bir şey. Belə. Bunu həm belə köynəyin altında falan da geyinə bilərsiniz, həm də ki belə videolar falan çəkəndə. Məncə bunlar da qəşəng görsənir. Sifarişlərimiz bu qədər. Bu bağlamamız da bitdi. Ardı var ama. Ardı var, pul ver alım günlərdə olsun. Baxıb gəldinizsə, indicə keçirik iftar yeməyi hazırlamağa. Deməli, burada belə ətimiz var. İstəyirəm ki, düyü hazırlayım, yəni nəsə belə ətli qulyaş falan belə bir şey.
Burada isə suyumuz qaynayır. Burada isə sizə gəlinə göstərim dekorumu yenə aldığımda. Düz atılımda göstərmişəm, amma dedim yenə də belə göstərim. Onu isə bura qoydum. Tam qərarlaşdıra bilmədim əslində. Keçən aldığımı da bura qoydum. Nəsə bunu bura qoymaq qərarına gəldim sonda. Belə necə görsənir qızı, çox qarmaqarışıq görsənmir. Bir də balışlığını hələ ki içinə sintifon falan qoymamışam deyə onu da hələ ki zala yerləşdirməmişəm. Görüm onu da bu axşam həll edib qoydum divanın üstünə. Deməli qızlar, ətim belə xırda-xırda doğradım. Bunu qoydum belə burada bişməyə. Burada isə düyün var. Düyünü də qoymuşam belə islanmağa. Düyüm artıq pişdi, qoydum isə dəmə. Yəni adi sadə boş ağ düyü edirəm. Salfet falan ata bilərəm, amma atmıram. Çünki belə daha yaxşı olur. Ərzaqlarımı doladım. Burada sırasıyla soğanı, sonra biberi, sonra kök, ən sonunda isə pomidorunu əlavə edib bişirəcəm. Deməli bu da hazırdır. Əslində bunu burada yox, çöldə hazırlamalıydım. Sadəcə olaraq normalda bunu bu qazanda eləmirəm. Məndə olan o yaxşı imsandan olan qazanlarda edirəm. Amma isə bu pletka götürmədiyi üçün belə gümüş qazanda eləməli oldum. Çünki ocağımız induksiyondur deyə, yəni hər qazanı götürmür. Maqnit yapışanları götürür. Hər nəsə, bu da belə hazır. Aşımızı da burada qoymuşam dəm almağa. Belə bugünkü yeməyim hazırdır demək olar ki. Burada belə nehrə yağım var. Bunu da əridirəm ki, aşın üstünün yağ olmağa. Uşaq vaxtı bizdə mənim nənəm nehrə yağı hazırlayırdı. Allah rəhmət eləsin nənəmi. Xısı qablar olur deyə əvvəl onları da hazırlayırdı. Həmişə hazırlandan sonra da onun ayranı olur deyə. O yana tökürü də verirdi. Üstündə nehrə yağından yaxırdı bir dənə çörək əlavə. Çörəklə o ayranı elə gözəl yeyirdik ki, yəni nehrə yağını görəndə o yadıma düşür. Belə qızlar, yeməyimin də son halı budur. Mən də artıq orucumu açıram. Allah bütün oruç tutanların oruçlarını qəbul eləsin. Namaz qılanların namazlarına, dua edənlərin dualarına inşallah Ramazan ayı minlə yaxşı arzusu, istəyi varsa Allah onları qəbul etsin inşallah. Belə qızlar, vlogumu da artıq burada sonlandırıram. Kanala abunə olmağı, yorumlarda fikirlərinizi yazmağı və videonu bəyənməyi unutmayın. İnşallah ki, mart ayına qədər 5000 abunə olmaq istəyirəm. İl sonuna qədər isə 100.000 abunə olmaq istəyirəm. İnşallah ki, məni bu arzuma çatdırarsınız. Özünüzə yaxşı baxın. Hələlik.